Aşağıdakı ifadələrdən hansının qiyməti n-in bütün natural qiymətlərində təkdir? Bu tip suallarda n-in yenə 1 və 2 yazıb, hər ikisi halda, hər ikisində tək olan cavabı seçmək olar. O doğru həldir. Amma biz bunu ümumi qayda həll edək. Ümumi qayda belədir ki, 9-u n-ə vuranda n-in qiyməti asılı olaraq bu 9n ifadəsi tək də ola bilər, cüt də ola bilər. Üzərinə 8 gəldikdə yenə hər ikisi alına bilər. 8-i n-ə vuranda istir n tək olsun, istir cüt olsun. Cütə vurulduğuna görə hər iki halda cüt olacaq və 6 da cüt olduğuna görə bunların cəmi həmişə cüt olacaq. S bəndə n vur 9, 9 tək olduğuna görə bu hasil həm tək, həm cüt ola bilər. Üzərinə gələn 7-də təkdirsə cütə çevirəcək, cütsə təkə çevirəcək. Yəni burada hər iki hal ola bilər. D bəndində 6n, 6 cüt olduğuna görə 6n hasili həmişə cütdür. İstir n tək olsun, istir cüt olsun. Üzərinə tək ədəd gələndə cütlə təkin cəmi həmişə tək olur. Bizdən də n-in bütün qiymətlərində tək olan ifadəni soruşur. Cavab D bəndi. 10 dərəcə Selsiyin Farenheit qiyməti hesablayın. Farenheit qiyməti çevirmək üçün dərəcə Selsini 1,8-ə vurub üzərinə gəlmək lazımdır 32 dərəcəni. Bizim misalda 10 dərəcə Selsi verib, onu vurmalıyıq 1,8-ə. Üstə gəlsin 32. Bu da bərabərdir 18, üstə gəl 32, bərabərdir 50 dərəcə. Yəni 10 dərəcə Selsi bərabərdir 50 dərəcə Farenheitə. Cavab D bəndi 50. A ədədini 5-ə böldükdə qalıqda 4 alınır. 2A üstə gəl 3 cəminin 5-ə bölünməsinin alınan qalığı tapın. Adətən bu tip suallarda A-nın yerini 3 götürürlər, daha doğrusu 4 götürürlər. Biz bunu ümumi halda həll edək. A-nı 5-ə böləndə olsun natamam qismət B, qalıqda 4. Burada B-ni 0 götürünüb A 4 alınır. Yəni o da doğru həldir. Ümumi halda həll edirik. A bərabərdir 5B, üstə gəl 4. Bu ifadəni yuxarıda yerinə yazaq. 2 vurulsun 5B, üstə gəl 4, üstə gəlsin 3. Bərabərdir, alınır 10B, üstə gəl 8, üstə gəl 3. 10B, üstə gəlsin 11. 5-ə böləndə 10B, 5-ə bölündə tam bölünür, orada qalıq qalmır. Bizə lazımdır 11-i 5-ə bölmək ki, qalığı tapaq. 2 dəfə 10 qalıq 1 qalır. Cavab A bəndi 1. Cədvələ görə kütləsi 30-39 kiloqram aralığında olan şagirdlərin sayının kütləsi 40-49 olan şagirdlərin sayından neçə və çox olduğunu tapın. 30-34 yox, 30-dan 39-a qədər. Yəni bu ikisini tapmalıyıq birinci. Bunların sayı 5 üstə gəl 7, 12-dir. Tellərə görə saymaq olar. Ehtiyac yoxdur. Burada sayılar da verilib. Buradan toplamaq olar. 40-49 olan isə bu aşağıdakı ikisidir. Burada da cəmi 3 üstə gəl 4, 7 nəfərdir. Bunların fərqini soruşur. Neçə vahid çoxdur? 12 çıxılsın 7 bərabərdir 5 vahid çoxdur. Cavab D bəndi 5. Ardıcıl 2 cüt ədədin cəminin 4-ə bölünməsinin alınan qalığı tapın. 2 cüt ədəd və ardıcıl. Bunlar biz işarə etməliyik ki, 2n və 2n üstə gəlsin 2. Bunların cəmini tapmalıyıq. Çünki cəminin 4-ə bölünməsindən qalığı soruşur. Alınan qalığı olur 4n üstə gəl 2. 4-ə bölsək, deməli 4n 4-ə bölünür. Burada qalıq 0-dır. Ehtiyac yoxdur. 2-nə 4-ə bölünməsindən alınan qalıq 2-dir. Çıxandıdan sonra burada görünür çubuqlu bölmədən. Alınan qalığı tapın. 2 tapdıq. Cavab C bəndi 2. Verilən ədədlər sırası üçün aşağıdakilərdən hansı doğru deyil? Tək-tək hesablayaq. Deməli, modası birbaşa sıradan baxa bilərik. 2 dənə 8 var. Digərlər 1-1-dir. Modası 8-dir. Bu doğrudur. Medianına baxaq. Median tapmaq üçün sıranı biz ya artan ya da azdan sıranı düzməliyik. Burada eyni hədlər yanaşı yazılacaq. 6, 8, 8, 10, 12, 16. Sayı 6 olduğuna görə median ortadakı ikisinin ədəd ortasına bərabərdir. 8 üstə gəl 10 bölünsün 2 bərabərdir 9 alınır. Median 9-u doğrudur. C bəndi ədəd ortanı soruşur. Bunların cəmini tapaq. 6 üstə gəl 8, üstə gəl 8, üstə gəl 10, üstə gəl 12 və üstə gəl 16. Bölməlik cəmini ədədlərin sayına 6-ya. Deməli, 8 ilə 12-nin cəmi olur 20. Ortada 10 var 30. Qaldı bizdə. Buradan cəmi də 14-dür. O 14 ilə 16-nın cəmi 30 olur. Yəni cəmi 60 alınır hamısı. 60 bölünsün 6. Bərabər ədəd ortada 10-dur. Bu da doğrudur.
Ən böyük fərqi isə 16 çıxılsın 6-ya bərabərdir. Yəni 10 olmalıdır. Burada isə 11 yazıb. Deməli, doğru olmayan ən böyük fərqdir. Cavab D bəndi. 15 və A ədədlərinin ortaq olmayan sadə vurğuların hasili 6 olarsa, A-nın mümkün qiymətlərinin cəmini tapın. 15-i vuruqlara ayıraq. 15 bərabərdir. 3 vurulsun 5-dir. Burada A var. Onun vuruqları olmalıdır. Sayı hələ ki bilmirik. Ortaq olmayanların hasili də, bunu adətən S ilə işarələr, bərabərdir bizdə 6-ya. Yəni 2 vurulsun 3-ə. Yazıq bura 2 vurulsun 3. A-nın mümkün qiymətlərini deyirsə, burada ən az 2 hal var. Həqiqətində 2 hal var. Deməli, C-də biri 3-dürsə C-də, digər ortaq olmayan olmalıdır 2. Onu yazırıq A-ya 2 vurulsun, digər ortaq olmalıdır 5. Bu birinci haldır. Birinci halda deməli, ortaqlar 5-i silsək, geri qalan ortaq olmayanlar 3 və 2-dir. Doğru alınır. Bu halda A bərabərdir bizdə olur 10. İkinci hal ola bilər ki, A ədədi 15-ə bölünür. Yəni 15 bərabərdir 3 vur 5-dir. A-da isə bu 3 vur 5 var. Əlavə olaraq C-nin 2 və 3-ü də var. Bu həmişə olan haldır. Digərini tapmaq daha çətindir. Burada ortaq 3 və 5-ləri siləndə C bərabər yenə 2 vur 3, 6 alınır. Bu halda isə A bərabərdir 15 vur 6, 90 olur. Bizdə A-nın qiymətlərinin cəmini soruşur. 10 üstə gəlsin 90 bərabərdir. Alınır 100. Cavab D bəndi. Fermada 20 keçi, 35 inək və 45 qoyun var. Bu məlumatları dairəvi diaqramda göstərsək, keçilərə uyğunbuca neçə dərəcə olar? Dairəvi diaqram çəkməyə ehtiyac yoxdur, amma daha anlaşılan olsun deyə təxmini bir diaqram çəkək. Bu 3 dənə hissəyə bölünməlidir. Biri nisbətən kiçik, digəri böyük. Onu biz təxmin çəkirik burada. Tutaq ki, bu bir hissədir. Belə yazaq da bunların 20 keçi, 35 inək və 45 qoyun. Bunların cəmini tapmalıyıq. Cəmi olur deməli 35, 45, 80, 100. 100-dür. Bu 100 heyvana olmalı 360 dərəcə. Bizdən soruşur keçiləri, yəni 20-yə də x. Çarpaz vursaq 100x bərabər 20 vurulsun 360. X bərabər 0-lar seçsə 72 dərəcə alınır. Yəni x olmalıdır təxminən. Burası üçün təxminən 72 dərəcə keçilərə düşür. Digərlərini tapmaq olar. Onda da məsələn belə bir şey olacaq. Bir heyvanın biri burada düşəcək. Tutaq ki, bu oldu keçi. Diaqram daxilində yazmaq olar. Bu inəkdir. Bu da qoyun yuxarıdakı. Bizdən soruşur, keçilərə uyğun bucaq tapın. Diaqram çəkmədən tərsübən yazmaq olar. Cavab olur 72 dərəcə. A bəndi. Əköbü 126 və əbubu 6 olan 2 ədəddən biri 42 olarsa, digərini tapın. Digərini biz x-də eşarə eləyək. Onda yaza bilərək ki, əköb 42 və x bərabərdir 126. Əbub isə bərabərdir 6. Əbub 42 və x bərabərdir 6. Düstura görə yazaq birbaşa. 2 ədədin əköbü ilə əbubunun hasili bu ədədin hasilinə bərabərdir. 42 vurulsun x. Buradan 126 42-yə bölünür, 3 qalır. Yaza bilərik 18 bərabərdir x və ya x bərabərdir 18. Yəni, axtardığımız ədəd 18-dir. Cavab B bəndi. A dərəcə Selsi bərabərdir 2A üstəgəl 27 dərəcə Farenheit olarsa A-nı tapın. Selsini Farenheitə çevirəndə Selsini göstərən ədədi vuruq 1,8-ə, üstə gəlirik 32. Bizdə bu bərabər olub 2A üstə gəlsin 27-yə. Deməli, 27-ni sol tərəfə keçirəm. 32 çıxılsın 27. 1,8 sağ tərəfə keçirəm A ilə birlikdə. 2A çıxılsın 1,8A. Bizdə alınır 5 bərabərdir 0,2A. 0,2 yəni 5-də 1A bərabərdir 5. Hər tərəfi 5-ə vursaq A bərabərdir 25 alınır. Cavab B bəndi 25. Rəqəmləri fərqli olan ən kiçik 7 rəqəmin natural ədədi 9-a böldükdə qalıqda neçə alınır? Rəqəmləri kiçikdən böyüyə doğru düzməliyik, amma 0-ı yaddan çıxartmaq şərti ilə 1, 0, 2, 3, 7 rəqəmli deyil, 4, 5 və 6. Ədəd bu ədəddir. Bunun 9-a bölünməsini ana qalıq tapmaq üçün rəqəmlərin cəmini 9-a bölməliyik. 1 üstəgəl 0
0 yazmaya da bilərdik. Üstə gəl 2, 3, 4, 5 və 6. Bu cəm bərabərdir. Deməli 3, 6, 10, 21-ə bərabərdir. 21-i 9-a böləndə A-dan qalıq. Bu ədədin 9-a bölünməsinin A-dan qalıq eynidir. 2 dəfə 18 qalıqda qalır 3. Cavab C bəndi 3. 336 ədədinin neçə müxtəlif sadə vuruğu var? Vuruqlara ayıraq. 336 cüt olduğuna görə 2-yə bölünür. Deməli 1 dəfə 13-də 6. 2, yəni 6 dəfə 16-da 8, 168 alınır. 168 yenə 2-yə bölünür, çünki cütdür. Alınır 84. Bir də 2-yə bölünür. 42, 42 2-yə bölünür 21. 3-ə bölünür 7 də 7-yə bölünür 1. Müxtəlifləri soruşur. Burada 2 var, 3 var və 7 var. Bunların sayı neçə dənədir? 3 dənə A bəndi. Verilmiş ədədlər sırasının medianını tapın. Medianı tapmaq üçün ədədlər sırası artan, daha doğrusu azalmayan ardıcılıqla düzülməlidir. Yəni eyni ədədlər olduğuna görə bu şəkildə dedim. 5, 6, 8, 2 dənə 9 var. 9-dan sonra 9 gəndə bunu artan sıra demək olmur. Ona görə azalmayan sıra dedim. 5, 6, 8, 2, 9, 11 və 15. Medianı tapmalıyıq. Bunları sayırıq. Deməli 7 dənə ədədi var. Ona ilk 3-ü və son 3-ünü nəzərə almasaq ortada qalan 9 olur. Ona görə medianı 9-a bərabərdir. Cavab B bəndi. AB 2 rəqəmli ədədi üçün AB bərabərdir A plus 8B olarsa A-nı tapın. Biz 2 rəqəmli ədəd yaza bilərək 10A plus B şəklində. Bu da bərabərdir A üstə gəl 8B. A-ları sol tərəfə yığaq, B-ləri sağ tərəfə. Burada AB-lər rəqəmlərdir. A-nın bizdə 9A bərabərdir 7B. Bu ancaq A bərabərdir 7, B bərabər 9 halında ödənir ki, hasilləri bərabər olur. 9 vur 7, 7 vur 9-a bərabərdir. A olur bizdə 7. Yoxlamaq olar. 79 ədədi 7 üstə gəl 8 vur 9-a bərabərdir. Bəli, 72 üstə gəl 7 bərabər 79-a. Bizdə A-nı soruşuruz. A oldu 7. Cavab C bəndi. Piktoqramda 7-ci sinif şagirdlərinin kinoteatra gedənlərinin sayılar haqqında məlumat verilmişdir. Piktoqrama əsasən 2-ci və 3-cü həftə ərzində neçə şagird kinoteatra getmişdir. Deməli, bu 2 dənəsini tapmalıyıq. Burada bu şəkillərə görə onlar yuxarıdakı 10-a və 1-ə vurmalıyıq uyğun formada. Deməli, 10 göstərən şəkillər, baxsaq burada 1, 2, 3, 4, 5, 6 şəkildə 10-a vurulmalıdır. Çünki onu göstərir, üstə gəlinsin. Deməli, neçəsi qaldı? 1 olan. Bunlar ikisindən göstərən 1, 2, 3, 4 dənəsi də 1-ə vurulmalıdır. Cavab olur 6 vur 10, 64 C bəndi. 1000, 2 üstü 4 və 300 ədədlərinin ən kiçik ortaq bölünənini tapın. Bunun üçün bu ədədləri vuruqlara ayırmalıyıq. Biz 1000-i yaza bilərik 10 üstü 3 şəklində. Bu daha rahatlı vuruqlara ayırmaq üçün 2 üstü 3 vurulsun 5 üstü 3 olur. 2 üstü 4 olduğu kimi qalsın. 300 yaza bilərik biz 3 vurulsun 100 kimi. Tək də vuruqlara ayrımına bu daha rahat bu şəkildə yazmaq. 3 vurulsun 2 üstü 2 vurulsun 5 üstü 2. Biz tapmalıyıq əkobu. Əkob bərabərdir. Deməli 1000, 2 üstü 4 və 300. Bütün vuruqlardan və vuruqların sayı ən çox olmaq şərtini yazmalıyıq. 2 üstü 4 olmalıdır, 3 olmalıdır və 5 üstü 3 olmalıdır. Buradan 2 üstü 4-dən 2 üstü 3-ü 5 üstü 3-ə birləşdirsək, qalır orada 1, 2, sonra 3, 2 üstü 3 və 5 üstü 3. Bu 1000 deməkdir. Bu isə 6-dır. Cavab olur 6000. Doğru cavab B bəndi 6000. Verilmiş ədədlər sırasının modasını tapın. Ədədlər sırasının modası burada ən çox iştirak edən ədədin, yəni sayı ən çox ədəd deməkdir. Bizim misalda 12 bir dəfə yazılıb, verilib 8 bir dəfədir, 16 1, 2, 3 dənədir, modeli 16-dır, 10 bir dənədir, 12 bir dənə və 6 ədədi bir dəfə iştirak edir. Ən çox iştirak edən 16-dır, ona görə modası 16 olur. Cavab A bəndi. 105 ədədi aşağıdakı ədədlərdən hansı ilə qarşılığı sadədir? Bütün ədədləri vuruqlara ayıraq və ortaq sadə vuruq hansı ilə yoxdursa artıq onlar qarşılığı sadə olacaq. Yəni 105 ilə.
105'i vuruqlara ayıranda 105 3'ə bölünür. 35, o da 5 vur 7'dir. Birbaşa yazdım. 123 cüt değil, 3'ə bölünür. 3'ə böləndə qalır burada 41. 41'in ortaq sadə vuruqlar ayrılmır. 123, 105 də qarşılıq sadə deyil, çünki ortaq 3 var. Bunu silirik. A bəndini. B bəndinə baxaq. 125 5'in kubudur. Bunu əzbərə bilirik, birbaşa yaza bilərik. Yenə yuxarıdakı ilə ortaq 5 var. Deməli, qarşılıq sadə deyil. 5'ə görə. B bənd deyil. C bəndinə baxaq. 126 2'yə bölünür. Olur 63. O da 3'ə bölünür. Hətta 9 vur 7 kimi yaza bilərik. Əsas odur ki, burada 3 var. Ona görə də 126 qarşılıq sadə deyil. D bəndəki 128 ədədi əvvəldən bildiyimiz 207 ədədidir. Bu da 105 ilə qarşılıq sadə. Çünki burada hamısı 2'dir. 105'də isə 2 iştirak eləmir. Cavab D bəndi 128. 100 ədədinin natural bölənlərindən ibarət ədədi sıranın ən böyük fərqini tapın. Burada bütün bölənlər yazma ehtiyac yoxdur. Çünki ən böyük fərqi soruşur. Ən kiçiyi 1'dir, sonra 2, digərlərini yazmayaq və ən sonuncusu 100'dür. Ən böyük fərq o deməkdir ki, bu sıradakı ən böyük ədədlə ən kiçiyin fərqini tapmalıyıq. 100 çıxılsın 1 bərabərdir 99 alınır. Cavab B bəndi 99. 5432 ədədində neçə yüzlük var? 5432 təkliklərin sayıdır. Bu ədəd özü 5432 dənə birdən ibarətdir. Təkliklərin sayıdır. Bunu yaza bilərək 543 vurulsun 10 üstəgəl 2 kimi. Onda onluqların sayı 543 olacaq. Onluqların sayı. Və ya onluğa bölüb, 10'a bölüb, A-dan natamam qismət deyək də, o cürdə baxa bilərik. Və ya bunu yazmaq olar 54 vurulsun 100 üstəgəl 32 şəklində. Onda bu 54 də yüzlüklərin sayını göstərir. Cavab olur A bəndi 54. 5 dənə minlik var. Ehtiyac yox, çünki bizdən yüzlüyü soruşur. Diaqramda sorğunun nəticələri göstərilmişdir. Diaqrama görə evdə dovşan saxlamaq istəyən dovşana baxırıq. Bunların sayı, baxsaq buradan görürük ki 8'dir. 8. Evdə meymun saxlamaq istəyənlərin sayından. Meymun saxlamaq istəyənsə 5'dir. Birbaşa buradan görə bilirik. 5. Neçə faiz? Çoxdur. 5 100%'dir. 8 isə x. Çarpaz vursaq 5x bərabərdir 800 və ya 8 vur 100 yazıb ixtisar edə bilərik. Buradan x bərabər 160. Deməli 60% çoxdur. Cavab C bəndi 60. Natamam qismət 7 bölən 6 və qalıq 5 olarsa bölünən tapın. Sxemi çəkək. Deməli bizdə natamam qismət 7'dir. Buraya yazırıq 7. Bölən 6'dır. Qalıq 5'dir. Bölünən soruşu yazaq burada x. X bərabərdir 6 vur 7 üstəgəl 5 olmalıdır. X bərabərdir 42 üstəgəl 5 47 alınır. Cavab B bəndi 47. 3 ardıcıl natural ədədin cəmi 177'ye bərabərdir. Bu ədədlərdən ən böyüyünün natural bölənlərin sayını tapın. Ardıcıl x üstəgəl 1 və x üstəgəl 2 yazaq. Bunu istənilən cür, yəni fərqli cür işarələmək olar. Biz belə yazdıq. Cəmi 177'dir. Toplasaq alınacaq 3x üstəgəl 3 bərabərdir 177. Buradan tapırıq ki 3x bərabərdir 174. 3'ə bölsək x bərabərdir 17'də 3. 5 dəfə 24'də 8. Bizə soruşur ən böyüyünü. Ən böyük x üstəgəl 2'dir. O da bərabərdir 60'a. 60'ı vuruqlara ayırsaq olur 2 vur 2 vur 3 vur 5. Bərabərdir 2 üstü 2, 3 üstü 1 və 5 üstü 1. Tapmalıyıq natural bölənlərin sayını. Düsturu tətbiq edirik. Vuruqların sayını 1 var artırıb hasillərini tapırıq. Olsun 1 üstəgəl 1. O da bərabərdir 4 vur 2 vur 2. Daha doğrusu 3 vur 2 vur 2. Burada 3 olmalıdır. Bərabərdir 3 vur 2 vur 2 12 böləni var. Cavab 12. 5 ədədin ədəd ortası 8,4'ə bərabərdir. Bu ədədlərə hansı ədəd əlavə etsək, ədədi orta 9'a bərabər olar. 5 ədəd işarə edək A, B, C, D, Y olsun. Bunlar cəmini başqa bir eşitənə falan yaza bilərik. Ümumi halda yazdıq. Bunları sayına böləndə 5'ə bərabərdir 8,4 olur.
Deməli, bu ədədlərin cəmi bərabərdir. 5 vurulsun 8 tam onda 4. A, B, C, D və Y-nin cəmi bərabərdir. 5 vurulsun 8 tam onda 4. O da bərabər olur 42-yə. Bunları yeni bir x də əlavə edirik. Onda ədəd orta olub 9. Onda bu 6 ədədin cəminə əməliyik. A, B, C, D, Y və x. Və bunların sayına böləndə sayı artıq 6 olur, 5 deyil. Bölünsün 6 bərabər olmalıdır 9-a. İlk 5 dənəsinin cəmi bizdə var. Bunu fərqli rəqəmlə göstərək. Bu hissənin cəmi bizdə var. Bərabərdir 42-yə. Onda alınır 42 üstə gəlsin x bərabərdir 6 vur 9. Yəni 54. Onda x bərabərdir 54 çıxılsın 42. Olacaq 12. Cavab 12. Əbob 144, 168. Üstə gəl əbob 126, 108 cəmin tapın. Deməli, 144 qruplara ayırsaq, deməli 2, 72, 2-yə bölünür 36, o da 2-yə 18, 18 2-yə bölünür 9, 3, 3, 1. 168 də 2-yə ayrılır, bölünür, alınır 84, 2-yə bölünür 42, 2-yə bölünür 21, 3-ə 7, 7, 1. Burada ortaq olanlar 3 dənə 2-dir. 1-də 3. Onda əbob olacaq burada 2 vur 2 vur 2 vurulsun 3. Yəni 24. Digərinə qruplara ayıraq. 126 bölünür 2-yə. 60 3-ə alınır 3-ə. 21 3-ə 7 7 1. 108-də ayıraq. 108 2-yə bölünür 54. O da 2-yə. 27 isə 3 dəfə 3-ə bölünür. 9 3 və 3 3 1. Burada ortaq olan 2 var. 2 dənə 3 var. 7 isə ortaq yoxdur. 7 ortaq deyil. Üstə gəlinsin. 2 vurulsun 3 vur 3. Birinci hasillə alınır 24. İkincidən alınır 18 və bunların cəmi olur 42. Əbobların cəmini tapın 42.